Hər vaxtınız xeyir, mən Master Orxan. Bugün isə BMW X4 2 dizel avtomobili barəsində qısaca mayelər haqqında məlumat verəcəm. Qeyd edim ki, bu avtomobillər Koreya üçün buraxılır və Koreyka deyilir bizim dildə. 2 B47 dizel mühərrikidir. BMW-lərin içində ən dözümlü mühərriklərdən biridir. 5 litr 530 BMW Long Life 04 tələbidir. Sürətlər qutusu ZF şirkətinin 8 pilləli sürətlər qutusudur. Qeyd edim ki, bugünkü bizim ekologiyaya görə, Azərbaycana görə mühərrikin yağı 4 aydan 8 ay kimidir, dəyişilməlidir. Sürətlər qutusu isə 3 ilə qədər dəyişilməlidir. Sürdün, sürülmədin, intervalı bu qədərdir. Bunların antifrizi isə C11-dir. Tələb isə BMW N669 ilə gedir. İntervalı hər 2-3 ildən bir dəyişilməlidir. Ələcmayısı isə bunların hər 2 ildən bir aprel-may ayında dəyişilməlidir. 4 gedir, 1 və yaxud 2 litrə kimi dəyişimidir.